Səhər tezdən yola çıxdıq. Bizi uzun 6 saatlıq bir səyahət gözləyirdi. Pəncərədən baxanda Batumini arxada qoyub yaşıllıqlar içində itən yollar bizi təzə macəra vəd edirdi. Gürcüstanın yolları öz-özlüyündə bir film səhnəsi kimidir. Sıldırım dağlar, dərələrin qucağında gizlənən kənd evləri, bəzən dumanla örtülmüş meşələr, bəzən isə günəşin altında parıldayan vadilər. Hər dönüşdə yeni bir mənzərə, hər təpənin arxasında yeni bir rəng. Yol boyu gördüyümüz təbiət sanki susaraq hekayə danışırdı. Bir müddət sonra Kutaisi şəhərinə çatdıq. Şəhərin havasında bir qəribə sakitlik var idi. Sanki zaman burada biraz yavaş axır. Küçələrdə tələsməyən insanlar, köhnə binaların arxasında gizlənmiş tarix və sadə, eyni zamanda səmimi həyat. Burada kiçik bir restoranda nahar etdik. Nahar etdikdən sonra yolumuza davam etdik və çox keçmədən Borjomi şəhərinə çatdıq. Uşaqlıqdan bildiyimiz Borjomi sularının vətəni. Amma etiraf edim ki, biz onu tamam başqa cürə təsəvvür etmişdik. Daha sakit, daha təbiətin qoynunda bir yer kimi. Əslində isə şəhər turistlərlə doluydu. Hər yerdə fotoaparatlar, suvenirlər, səs-küylü qruplar. Amma bu səs-küyün içində belə Borjominin təbiəti, yaşıllığı və havası insana rahatlıq verirdi. Şəhərin kənarında dağların ətəyində uzanan meşələr, sıldırım qayaların arasından axan çay və havada təbiətin o yaşıl qoxusu. Bunlar hamısı bu şəhərə xüsusi bir gözəllik qatırdı. Gün batarkən nəhayət Tbilisiyə, Gürcüstanın ürəyinə çatdıq. Günəşin son şüaları şəhərin üzərinə düşərkən Tbilisinin dağların ətəyinə yayılan işıqları sanki göydən yerə səpilən ulduzları xatırladırdı. Burada hər küçə, hər bina öz tarixini danışır. Qədimlik ilə müasirlik bir-birinə qarışırdı. Axşam yeməyini məşhur Mravaljaمیری restoranında etdik. Süfrəmizdə hər şey bol idi. Dadlı yeməklər, gülərüz xidmət, isti atmosfer. Tbilisidə bir gecə qalacağımız üçün ertəsi gün səhər tezdən şəhəri gəzməyə çıxdıq. Küçələr hələ tam oyanmamışdı, amma şəhər artıq öz həyatına başlayırdı. Tbilisinin havasında qəribə bir səmimiyyət var idi. Gəzərkən Friendly Corner adlı balaca amma çox rahat bir kafe gördük. İçəri girəndə bizi sanki doğma adamlar kimi qarşıladılar. Məlum oldu ki, bu yer bizim həmvətənlərimizə məxsusdur. Kafenin divarlarında Bakı simvolları, içəridə isə isti çay və təbəssüm dolu bir ab-hava. Burada çox dadlı səhər yeməyi etdik. Hər şey mükəmməl idi. Sanki Tbilisinin içində bir parça vətən tapmışdıq. Sonra çoxdan görmək istədiyimiz Gürcüstan xronikaları abidəsinə yollandıq. Uzaqdan görünən bu nəhəng heykəllər sanki səmanı yarırdı. Dağın zirvəsində ucalan bu abidə Gürcüstanın tarixini, inancını və xalqın ruhunu daşlara həkk edib. Hər bir sütun, hər bir relyef öz hekayəsini danışırdı. Buradan şəhərə baxanda nəfəsin kəsilirdi. Aşağıda uzanan Tbilisi, Kür çayı boyunca sıralanan evlər və uzaqda sislənən dağlar. Günün ikinci hissəsini isə Tasminda əyləncə parkında keçirdik. Park dağın zirvəsində yerləşir və ora çatmaq özü bir macəradır. Parkın içində hər yaş üçün əyləncə tapmaq mümkündür. Uşaqlar üçün karusellər, müxtəlif atraksiyonlar, mum figurlar otağı və təbii ki, kontaktlı zoopark. Uşaqlar orada dovşanları, donuzları, tısbağaları və ördəkləri yemlədilər. Onların sevinç dolu gülüşü parkın sükutunu pozurdu. O an anladıq ki, səyahətin ən gözəl tərəfi yeni yerləri görmək yox, ailənlə birlikdə bu anları yaşamaqdır. Tasminda parkında vaxtın necə keçdiyini hiss etmədik. Gün artıq axşam olurdu, amma içimizdə o qədər enerji və xoşbəxtlik var idi ki, yorğunluq hiss olunmurdu. Axşam şəhərə qayıdanda Tbilisi Ezo restoranına baş çəkdik. Restoranın içi sanki köhnə Tbilisi həyəti idi. Axşam yeməyimiz Tbilisidə keçirdiyimiz bu qısa amma dolu 2 günün ən gözəl nöqtəsi oldu. Gecə isə bizi Batumiyə aparan uzun, amma artıq doğma gələn yol gözləyirdi. Kutaisidə bir balaca fasilə verdi. Miniart Cafe Gallery adlı incə zövqlə bəzədilmiş kafedə dayanıb isti çay içdik. Hər yerdə sakitlik, fonda yüngül musiqi və sanki bütün bu səfərin xatirələri gözlərimizin önündə film kimi keçirdi. Beləcə, Gürcüstan səfərimizin bu 2 günü, Tbilisiyə uzanan bu yol, yaddaşımızda təkcə mənzərələrlə yox, hisslərlə, təbəssümlərlə və çoxlu sevinç dolu anlarla qaldı.